Sabahın xeyir Azərbaycan. Gəlin bir yerdə maraqlanaq. İnsanlar öz övladına nəyi qadağa edir və yaxud gələcək övladına nəyi qadağa etməyi planlayır? Hal-hazırdakı dövrdə qadağaların ən mühümü bu sosial şəbəkələrdən uzaq durmaq, yəni telefondan biraz az istifadə etmək, bunları demək olar. Amma telefonla yaşayırlar indikilər. Özü də çox yaxşı da bilirlər. Mən edə bilmədiklərimi bunlar Bəlkə onda qadağa etmək lazım deyil. yox lazımdır. Niyə? Çünki onlar obluçeni var orada, o xəstəliklər törədir. Şu anlandırma ola bilər. Yalan deməyim. Əlbəttə ki, ən çox internet vasitəsini istifadə eləməmək. Ondan sonra daha doğrusu Sizcə alınacaq? inanmıram alına. Amma inşallah ki, alındıra bilərik. Tam qadağa yoxdur, amma məsələn məhdudiyyətlər qoyuram da, telefona baxmaq da az olsun. Məsələn, ona uyğun olmayan videolara baxmaq da onlara